İlhamə xanım Quliyeva, Azərbaycan xalq artisti, uşaq gözləyirmiş. Olub da özü də gizlətmirdi. Paltarını dartırdı ki, halı görsünsün. Hər qadın kimi o da ərə getmək istəyirdi. Onun da oldu. Birinci dəfə Faik adında bir oğlana getdi. Yaxşı oğlan idi, çox yaxşı oğlan idi. Ümumiyyətlə, evlad olmalı idi. Getdi Krupskaya xəstəxanaya. 2 aydan sonra mən də Zümrüdümlə oradaydım. Çox şeylər eşitdim. O təəssüf ki, cüt gəldi, tək çıxdı. Tələf oldu. Bilərəkdən tələf etdi, yoxsa Bilərəkdən elədi, çünki o adam ki, söz də verməmişdi, belə evliymiş? İlhamə düşünürdü, sözünə əməl eləmədi, bəlkə də söz vermişdi. İlhamə də tələf elədi uşaq. Niyə görə evlənmişlər? Adam evli olduğu halda uşaq dünyaya gəlmədi. Uşağın dünyaya gəlməməsinə Ay səbəb qızım, həmin adamın hər bir evliliyi qadın olub. kimi İlhamə ana olmaq istədi. Mən düşünürəm ki, ünvansız uşaq dünyaya gətirmək istəmədi. Özü istəmədi Flora xanım. Vallahi bilmirəm. Siz axı yaxın Bəlkə olmusunuz. gördü ki, bu münasibət perspektivsiz münasibətdir. Nə qədər acı dil olsa da, acı qanlı olsa da o qadındır. O da bir ocaq sahibi olmaq istəyirdi. Ancaq qisməti qismət deyildi, çünki